Salam hörmətli izləyicilərimiz. Sizlə bugünkü dərsim data dictionary yox, data tip nədir? Dictionary, tuple və data tiplərin elə belə yeni versiyaları keçirir. Məsələn, mən burada yazmışam da burada adları məsələn yazmışam. Məsələn də burada indi də yazmışam. Yazmışam məsələn şəxs ay niyə olmur ki? Bildim. Mən buraya yazıram məsələn şəxs bunu köçürüm çünki açmaq olmur məndə. Məsələn mən dictionary-nin bir də dostlar. Dictionary-də belədir, tuple-da belədir. Mən dictionary içindəsində yazıram dırnaq içərisində. Ad sonra yazıram. Məsələn yazıram Ali Zamin. Yenə bununki kimi burası da məndə açılmadı deyə ona görə. Dayanmışıq, qarışdıram. Sonra soyadı da yazırıq dırnaq içərisində. Soyad sonra sonra yazırıq məsələn Oruczadə. Yazdım Oruczadə. Sonra dostlar, indi bunu silim. Bu dostlar açılmadı deyə olmadı. Bir də çıxım təzəliyəm ona görə olmaz. Məsələn mən indi dostlar yazmışam Ali Zamin ad soyad. İndi və bunun diktlə başa salması var. İndi mən indidən yazıb yoxlamışam da, yəni ona görə. Məsələn, baxın yazmışam da hazır burada. Və açıram bunu. Baxın, ad, soyad. Burada bilirəm niyə sarı xətalı. Çünki burada 2 dənə var. İndi bunu bağlasam gördünüz. Yüklədi. İndi burada yazmışam ad, soyad. Ali Zamin Oruczadə. İndi mən print açıram. O açılmır ki. Hepsi açıldı. Sonra indi baxın. Gördünüz. Onun səbəbi niyə dostlar? Çünki mən bu tipini də yoxlayıram da. Class tuple burada bəzi şeylərim var mənim. İndi deyəsən, gördünüz ad Ali Zamin soyad Oruczadə. Gördünüz. Burada şey tapırdı. İndi mən məsələn yazıram dostlar. Yazıram ki, məsələn yazaq məsələn nə yazım? İndi getlə əlavə eləyirdik biz bunu. Burada ad soyad var da. Məsələn mən bura əlavə eləmək üçün get metodunu işlədirik. Məsələn mən buraya yazmışam age-də məsələn. Adı şey eləyəcəm soyadı. Baxın yazdım deyə bunu bağlayım. Bu sizi narahat edəcək. Və gördünüz Ali Zamin mod. Bunun səbəbi niyə dostlar? Çünki mən şəxsin içərisində Ali Zamin yazmışam da Oruczadə yox. Oruczadənin soyadı yazsaydım mən Ali Zamin Oruczadə məsələn indi mən bu dəqiqə age 20 yazsaydım Ali Zamin 20 qaytaracaqdı yəni. Və sair dostlar. Yəni bunun metodu, yəni başa salması budur. Yəni opşi bildiniz də, yəni indi siz məsələn də indi siz yazsaz bura maşın yazsaz da elə nə yazırsınız yazın non qaytaracaq bax. Baxın gördünüz yenə non qaytardı. O yəni bunun bir xətası zadı yoxdur, amma non qaytaracaq da orada olmayanda, amma orada olanda qaytaracaq. İndi mən yazıram soyad. Soyad yazıram, baxın qaytaracaq. Ali Zamin Oruczadə gördünüz, qaytardı. Və dostlar, bugünkü dərsim bura qədərdir. Sizlə başa salın. İnşallah başa düşürsünüz. Yəni dostlar, bugünkü dərsimiz, yəni məsələn dictionary-dən tuple-ın şeyini göstərdim. Sonra tuple-la necə əlavə eləyirlər. Onu keçən dərs tuple başa saldım, səbəblərimsə. Ona görə indi ehtiyac yoxdur. Bu sırf dictionary-nin tuple-ın versiyalardır. Yəni bunları bugünkü başa saldığım budur. İnşallah ki başa düşərsiniz. Sağ olun, salamat qalın və xahiş edirəm kanalı like edin və də abunə olmayı unutmayın.